Iron Gomes. Juan Renato. Mikkels. Mikkels'den zərbə və hesab açılır. Leroy Mikkels hesab açır. Zirə istədiyi qolu 69-cu dəqiqədə vurdu Leroy Mikkels'lə. Leroy Mikkels'in sol ifası. Zirə hesabı açır. Ardında qalan Şamaxı tam gətirə bilmədi. Zirənin təzyiqi qarşısında və Zirə hesabda öndədir. Bu arada Leroy Mikkels'in mövsümdə 3-cü qoludur. Bundan əvvəl Karval və Kəpəzlə maçlarda fərqlənməyə müvəffəq olmuşdur Leroy Mikkels. Qarşılıqda millidə həm də burada vurduğu qollar fikir verir. Üç futbolçunun öhdəsindən çıxıb. Necə gözəl zərbə vurdu Leroy Mikkels. Və Zirə istədiyi qolu vurdu. 1-0 meydan sahibləri hesabda öndədir.